Könlünüzə pirajki düşübsə, xəmir yoğurub onun gəlməsini gözləməyə ehtiyac yoxdur. Qısa müddətdə çox ləzzətli pirajkilər hazırlaya bilərsiniz. Xəmir yoğuracağınız qaba 1 yumurta, 1 stəkan qatıq və biraz duz əlavə edib qarışdırırıq. Sonra üzərinə un və qabartma tozu əlavə edib xəmir yoğururuq. Bu xəmirə təqribən 3 stəkan un gedir. Sonra 10-15 dəqiqə kənarda saxlayırıq. Bu müddət ərzində içlik hazırlaya bilərsiniz. Təbii ki, zövqə görə istənilən içlikdən istifadə edə bilərsiniz. Mən kartoflu pirajki hazırladım. Sonra xəmiri yayırıq, dairələr kəsirik, içliyi yerləşdirib pirajki forması veririk. Mən sevirəm ki, pirajkilər xırda-xırda olsun, çox yekə olmasın. Ona görə də belə xırda pirajkilər hazırladım. Sonra da bol yağda iki tərəfli qızardırıq. İnanın, çox ləzzətli olur, mütləq hazırlayın.